Hər kəs bilir ki, quzu deyəndə adamın ağlına qarın qutabı və xaş gəlir. Bu yeməklər zahirən sadə görünsə də hazırlanması zəhmət tələb edir. İndi isə əvvəldən başlayaq. Əvvəl qeyd edim ki, quzu müsəlman adət-ənənəsinə uyğun olaraq kişi tərəfindən kəsilmişdir və qalan işləri özüm etdim. İlk dəfədir ki, bu işdə də özümü sınadım və quzu soydum. Açığı nə dərəcədə düzgün soydum, bilmirəm, amma bunu bilirəm ki, ayaqlarını kəsməkdə, ağaca asmaqda və quyruq tərəfini soymaqda çətinlik çəkdim. Ona görə də ətraflı çəkiliş edə bilmədik. Bacarmaram deyə həyəcanlı idim, amma cəsarət edib soydum və düşünürəm ki, ilk dəfə üçün pis deyil. Bu arada qeyd edim ki, kabab bişirməyi hələ gənc vaxtlarımdan öyrənmişəm. Qutabın qoxusu xoş olsun deyə qarnın üstündəki qoxulu təbəqəni səbirlə təmizləyib, ağartmaq və mütləq 1-2 buğum qaynatdıqdan sonra bişirmək lazımdır. Belə etdikdə qarnın özünə məxsus qoxusu gedir. Qutabın hazırlanması heç də asan deyil, amma zəhmətə baxmayaraq bişəndən sonra xoş qoxu və dad hər şeyi unutdurur. Xaş süfrəmizin ən zəhmətli, amma ən ləzzətli yeməklərindən biridir. Hazırlanması saatlarla vaxt və səbir tələb edir. Xüsusilə soyuq havalarda xaş yeməyi həm bədəni isidir, həm də güc verir. Budur, nəhayət ki, zəhmətin bəhəsi hazırdır. Xaşın olmazsa olmazı turşudur, sarımsaqdır. Mən özümün hazırladığım naşərabla da yeyirəm. Əlbəttə ki, bu zövqə görədir. Əziz izləyicilər, əslində bu paylaşımları etməkdə məqsədim sadəcə belə işləri bacardığımı və kənd həyatını sevdiyimi göstərməkdir. Mən hər zaman yemək süfrəsini və xüsusilə manqal ətrafında paylaşım etməyə qarşı olmuşam. Çünki bu zövqləri yaşaya bilməyən insanlar var.